Xaliqin itkisi valideynlərinə çox pis təsir edir. Artıq oğlunun ölümündən bir il keçsə də, ailə hələ də özünə gələ bilməyib. Evin başçısı Həsən dayı Xaliqin hər adı gələndə göz yaşlarını saxlaya bilmir. Bir günə qocalan Nigar ana isə 3 övladının içində Xaliqin başqa yeri olduğunu, onun hələ də unuda bilmədiyini deyir. Əzizadə Xaliq Həsənoğlu 1996-cı ilin avqustun 27-sində Şərurda anadan olub. 2015-ci ildə Xətai rayonunda yerləşən Murad Hacıyev adına 116 saylı orta məktəbi bitirib. Həmin ilin oktyabrında hərbi xidmətə yollanıb. Orada hərbi tibbi maşın sürücüsü olub. Bir neçə dəfə döyüşə getmək istəsə də komandiri icazə verməyib. Sonda öz istəyi ilə ön cəbhəyə döyüşməyə gedib. Talış istiqamətdə gedən döyüşlərdə başından aldığı qəlpə zərbəsi nəticəsində şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib. Mən o vaxt o anadan olanda bizim familiyamız fərqli olmağının səbəbi ondadır ki, mən o vaxt icra nümayəndəsi işləyirdim Şərur rayonunun Yayıcı kəndində. Mən öz vəzifə səlahiyyətlərimdən istifadə edərək onun familiyasını, öz babasının adını yaşatmaq məqsədi ilə Əzizadə qoymuşdum. Əzizadə Xaliq, mən deyərdim ki, mənim üçün bütün hamı bilir Xaliq kimin oğluyum. 3 uşağım var. O 3 uşağımın içində başı Xaliqdir. Xaliqdən dünyada olmaz inanmıram, ne bileyim. Xaliq benim son 5 ildir. Xaliq elə bir uşağıdır ki, at ya, abi ya. Hələ bir dəfə olsa çəkin ona deməmişdi. Vallahi deməmişdi, ne bileyim bəlkə deyildi. Başqaları bəlkə deyir ki, amma mən vallahi üstünə qoyun. Eləmirəm. Hələ o mənim xətrimə dəyməmişdi. Mən onun anasıyam, Toba Xaliq mən bir gün xətrimə dəyməmişdi. Birdən bir şey deyildi, belə vırırdım, deyirdim ki, Xaliq bəs da harasından vırırdım, mənim o əlimdən öpürdü. Hansı uşaq olardı, qaydardı, anlayabilirsiniz. Deyirdim, ama orada gül bitirir, sən vırdığın yerdə. O yerkeydə iyiydi, əskər gedirdi, Xaliq əyilib məmə yaxımdan öpürdü. Bak Xaliq elə balaydı, o için biz dözəmilir. Xaliqlə bizim aramızda 13 yaş fərq olubdu. O 13 il sonra dünyaya gəlibdi. Demək olar ki, Xaliq mənim əlimdə böyüyüb. Mən ona qardaş kimi yox, öz övladım kimi ona baxmışam. Heç vaxt onu qardaş kimi... O tam başqa cür olubdu mənim üçün. Mən bacım olmadığını, mən bütün sirlərimi Xaliqlə bölüşmüşəm. Baxmayaraq ki, Xaliqdən böyük qardaşım olub. Amma bizim münasibətimiz tam başqa cür olubdu Xaliqlə. Xaliqin nə istəyi olanda mənə deyib. Mən bəlkə atama, anama bildirmədiyim arzularım, istəklərim, nəsə problemlərim. Mən Xaliqlə bölüşmüşəm onları. Mən uzun müddət bir firmada çalışmışam bu Bakıda. Mən bayaqları qeyd elədim. Orada elə bir tədbir olmayıb ki, Xaliq orada iştirak eləməsin. Baxmayaraq yaşı balaca olub. Və mən həmişə telefonda onunla elə zarafatla, elə danışırdım ki, bütün demək olar ki, o işçilərin hamısı bilir ki, mən həmişə orada deyirdim, paşam, belə səvəliyirdim. Xaliq elə bir ki, gəldi Naxçıvanda oldu. Xaliq Naxçıvanda anadan olubdu. Qardaşıma deyim, ne deyim, Xaliq mənim başımı o qədər aparıb, vallahi, yadımdan hər şeyə çıxır sözə. Gəldim, Xaliq burada 116 saylı məktəbdə oxudu, ondan sonra da oranı qutardı. Getdim, işini verdi, elə bir ki, institutdan bir baldan ötərim, Xaliq gəlsin. Xaliq uşaqlığından, hələ məktəbə getməmişdən, həyatda oynayarkən mən müşahidə edirdim, görürdüm. Çox qoçaq, igid oğlan idi. Məktəbdə 1-ci sinifdən 4-cü sinifə, 4-cü sinif qutarana kimi 4 il bir yerdə olmuşuq. 4 il kədərimiz də bir olub, sevincimiz də bir olub. Bərabər gülmüşük, bərabər kədərlənmişik. Aydın məsələdir, biz hərdən sinifdə şəhidlərimiz haqqında danışırdıq, vətənimiz haqqında.
Hərdən düşmənlərimizi lənətləyirdik. Həmin anlarda Xaliq mənə çox diqqətlə qulaq asırdı. Tez-tez himnimizi oxuyurduq. Himn oxuyarkən Xaliqin gözü məndə olurdu. Çox diqqətlə, qürurla oxuyurdu. Xaliq həmişə çox, necə deyim, insanların içində seçilirdi digər insanlardan. Öz əziyyət çəkməyi ilə belə görürdük də hər bir şeyi. Xaliqlə biz bir vaxtı hansısa bir söhbət düşmüşdü. Xaliqlə orada tanış olmuşduq biz əslində. Sonradan qardaşımla bir Azərbaycanda gedirdilər deyə beləncə daha çox onu istəməyə başladım mən Xaliqi digər uşaqlardan. Mən sinifə girəndə qaynayan uşaq kimi Xaliqi görmüşdüm. Bir yerdə durmurdu. Sinifdə qaynayırdı. O da mənə elə maraqlı gəldi ki, bu belə niyə qaynayır? Adama uşaqdır, indi uşağın da qanı qaynayır. Bunun pozanını götürürdüm, qələmini götürürdüm. Belə ilişmək kimi çıxırdı, uşaq idik, tamam. O da ona xoş gəlmir. O da gəldi, mənim su qabımı götürürdü, tökürdü suyu yerə. Həm sumkama təpik verirdi. Uşaqdan dalaşa-dalaşa edib gedirdik. Amma sonradan ilə aramız düzəldi ki, bir yerdə oturduq məktəbdə. Bizim bir Həsən müəllim var idi, Allah onun canını sağ eləsin. Bizi danlayırdı, amma deyirdi ki, mərd olun da, həmişə deyirdi ki, mərd olun da. Xaliqin də bir dənə xasiyyət var idi ki, yəni ölərdi. Yarı yolda heç kimi qoymazdı da, heç nəyin üstündə. Həmişə axıra qədər deyirdi ki, gedəcəm də, yəni onun yanı yoxdur. Yani o ikisi Xaliqi yola saldı. Her gün Xaliq bana zəng gelirdi. Elə uşaq idi, qoçaq idi Xaliq. Oradan zəng gelirdi. Bir gündə bəlkə 2 dəfə, 3 dəfə bana zəng gelirdi. Bilirdi ki, mən dözəmirəm ona. Atası bana deyirdi ki, o əskərdədir, az şeylə. Onu dilə qoy zəng eləməsin. Deyirdim, ay Həsən, eləyir da, uşaqdır da, eləyir da, oradan danışır. Özüm and içməsinə getdik, atası ilə getdim, gördüm orada. Yaxşı idi, pis değildi. Ondan da sonra Xaliqi götürüb apardılar Toyğanlıya. Xaliq demək olar ki, əskəriyə gedəndən hər gün səhər tezdən o mənə bacı deyə səslənərdi. Heç vaxt mənim adımı eşitmir. Mən də ona qaqa. Hər gün səhər onun ilk sözü, bacı sabahın xeyir. Amma baxmayaraq ki, bu əskər idi. Əskəriyə getməmişdən necə idi, əskəriyə gedəndə də elə idi. Çünki yolluğunu istəmirdi də bildirə. O heç vaxt istəməzdi mən ağlaya. Mən nəsə bir kədərli görəndə, nəsə bir problemli görəndə o heç vaxt istəmirdi. Heç vaxt deyirdi, bacı sən gözündən yaş axmasın. İstəmirəm sən gözü yaşlı görəm. Mən hardasa bəlkə də deyərdim getmə əskəri. Amma Xaliq, yəni o ürək onun arzusunda var idi, yəni əskəri izah. Deyirdi və deyəndə pis olar, eləyərdi. Amma Xaliq deyir ki, şəhidlik ən uca zirvədir. Xaliq belə şəhid adı gələndə Xaliq bir çoxdan pis olurdu, elə şeyə ki, yəni ayda, yəni bu oldu da. Mən onu ürəkdirək verdim ki, hardasa, yəni ailə üçün pis ola bilər, amma Allahın yanında ən böyük xoşbəxtçilikdir. Vətən, insan anası, bacısı, ailəsi, onlar üçün eləyirsən də vətəni qoruyursan. Bütün yaxşılar anamız, bacımızdır da. Yəni onları qoruyursan, öz ailəvi qoruyursan, vətən anadır. Onu qoruyursan, onun uğrunda şəhid olub, mən yəni fəxrimdir Xaliq. Hamı bizə deyirdi ki, sizin nə qədəriniz var hələ, siz neçə günə gələsiz, neyniyəsiz, bizdən məzlənədilər. Mən oktyabrın 1-i getmişdim, Xaliq getmişdi onu. Yəni az bir fərqimiz var idi da. Xaliq deyirdi ki, qardaşım deyir, biz geyib gələcəyik deyir, bizdən sonra gələnlər fikirləşsin. Mən heç vaxt həyatla barışa bilmirəm ki, 3 gün ölümündən əvvəl mən Toğanada onun yanına getmişdim. Mən komandirlərlə danışdım, özü ilə danışdım və özünə dedim ki, həmişə komandirlərin tapşırığını, onların verdiyi bütün əmrləri layiqincə yerinə yetir. Çünki mən özüm uzun müddət icra nümayəndəsi işlədiyimə görə bizim ailədə hərbi vətənpərvərlik birinci sırada gedibdi. Və mən o vaxt işləyəndə də ki, o görürdü ki, hərbi xidmətə getmək üçün çağrıçıları necə çağırırıq, necə onları yola salırıq. Və bunların hamısı onun üçün bir növü, bir məktəb kimi gözünün qabağından gəlib getmişdi. Çox diqqətli idi. Hələ uzaqdan koridorumuz da uzundur. Görürdü ki, mən gəlirəm, o artıq, o da yoldaşları da artıq fəraqat dayanırdı. O həmişə mənim gözüm qarşısındadır. Sonra Xaliq həyətdə hərdən futbol oynayardı. O da mənim heç yadımdan çıxmır. Heç vaxt onu da bilmirəm. Onun fəraqat dayanması, müəllimini görəndə,
və həyatda oynadığı futbol həmişə mənim yadımdadır. Heç vaxt bunları yaddan çıxarda bilmənəm. Hətta futbol oynayanda da gitçəsindən, qoçasasına oynayırdı. Mart ayında 25 gittim Halik'in yanına. Yığıştık bir başın, dayısıyla gittik Halik'in yanına gittim oraya. Gittim. Elə çasının qabağında dayandık. Dayısı düşdü qabağa. Dedi ki, Halik Əzizadə, tez dedilər ki, o yuxarıda məntəqədə qalır. O məntəqə uşağıdır dedilər orada. Çıxdıq yuxarı, orada o dəqiqə Halik'i saniyə tanıdı. Dedilər ki, hə, burada məntəqədə oturur. Sen demek gelip de orada ağacın dalında dayanıp Halik. Sen demek bizim yolumuzu göz. Elə bunu diye bir de baktım ağacın dalından çıktı, elə geldi. Halik elə qəşələşmişdi. Bəlkə burada biriydi, odu da şəkillər. Bak, axırıncı şəklini mən çəkib getirmişəm. Mart'ın 25'inde o şəkili çəkib getirmişəm. Gittik oradan Halik geldi, görüştük, dedim elə qəşələşmişdi, laf da ağarmışdı, ucalmışdı. Bir şey boyun çatmadı Halik'e, Kur'an hakkı öpeye. Dedim, ay Halik, maşallah ne yaxşılaşın. Dedim, ama ben sana deyirəm, ben yaxşıyam. Sen elə telefon götürən ki, mən ağlayırsan. Deyirsən, o vaxtda dedilər ki, Toğanı belə dağın başıdır, nədir, heç bilmirdik da aradı. Gətdik, çörək zat yedi, elədik, axşamca saat 5 idi, apardıq, qoyduq, çastınız, gəldi. Mən yenə də Halik'i gözləyirəm. Yenə də telefonu hər səhər qaçıram ki, bəlkə Halik mənə nəsə yazır. Amma yox, Halik, keçən il bu zaman Halik'lə danışırdıq. Bayram qabağı idi. Ona opuska verəcəkdilər. 6 ayın tamam olanda opuska istəyirdi götürə. Dedi, bazı gələcəm. Dedim, gəl bayram vaxtıdır da, gəl bir yerdə qeyd edək. Dedi, yox, aprel ayında gələcəm. Halik həmişə verdiyi sözü tuturdu. Nə söz verirdisə onu da əməl eləyirdi. Aprel ayında gələcəm, birinci sizə gələcəm bacı. Gəlim səni götürüm, gedək papamgilə sürpriz eləyək. Dedim, hə, lap yaxşı, gələrsən qaqa, gedərik. Dedi, 15'i, aprelin 15'i Allah qoysa evdəyəm. Halik həmişə kimin bu dəfə sözünə sadiq çıxmadı. Aprelin 15'i yox. Hər gün mənə zəng gelirdi Halik, o müharibə vaxtı. Mən də otururam o televizorun qabağında, vallahi heç bir işdə əlimi tutmur. Elə oturmuşam televizorun qabağında, gələn şəhidlərə baxırdım. Da demədim, mən balamda gələcək. Amma hər gün zəng gelirdi. Dedi, bir gün zəng elədi, mama, dedim, hacı. Dedi, mama, bizi aparırdılar, məni düşürtdülər çayın başında. Tez qorxdum, dedim, niyə aparırlar? Dedim, ama uşaqları kömək yapardılar. Məni komandir çayın başında düşürtdü, bana dedi ki, sənsiz qoru maşını sürürsən də yine. Olmaz sən gitməyə, lazım olsa, onda sən düş get. Dedim, ama düşdüm, getdim, belə ləhliyirdi özə. Dedim, mən niyə halilirsən? Dedim, ama oradan gəlirəm, çay aşağıda da, bunlar dikdə idilər. Dedim, ama acım, gerim çörək yeməyə, sonra səndən danışarım. Mən ölmüşdə ta telefonu adboy verdi, getdi, bir xeylimdən sonra bir dəfə bunu zəng elədi. Dedim, ama uşaqları apardılar köməyə, məni də aparırdılar. Məni komandir çayın başına düşürtdü, qaytardı dala. Dedim, hə, lap yaxşı Halik ki. Sonra həmən günsün səhəri sən demə gedib özü rapor verib, özü komandirin yanına gedibdi ki, mən də gedirəm. Yeni aparılmışlar səhərsin. Gedib rapor verib, mənlə hər gün danışır, sən demə müharibədən danışır, oradan danışır mənlə, nə tərmin. Mən ölmüş, amma heç səs eşitmədim, heç. Nəmin hansı vaxt eləyirdisə səs eşitmirdim. Axşam çağı idi, yenə mənə zəng elədi, hər gün zəng eləyirdi, özü də axşam çağı eləyirdi hər gün. Axırıncı gündə, 4-cü günü idi da, 4-cü gün axşam çağı saat düz 5-in yarısı idi. Zəng elədi, dedi ki, mama nə eləyirsən? Dedim, heç Halik, oturmuşam televizorun qabağında. Vallahi əlimdə iş tutmur, amma bu şəhidlərə baxıram, qurban olum. Sən haradasan Halik? Tez mən dedim. Dedim, ama mən də məntəqədəyəm, qorxma. Mənə elə dedi. Dedim, ama bilsən niyə zəng elədim? Dedim, niyə? Dedi ki, mama, olar ki, bir neçə gün sağ zəng eləyə bilmərəm. Dedim, niyə? Niyə görə mənə sən zəng eləmsən? Dedi, məni aldatdı. Dedi, zariyyətkəm qutarır. Burada da komandir qoymur qoymağa. Ona görə deyirəm, birdən zariyyətkəm qutarar, sağ zəng eləməm, sən narahat olma. Amma narahat olma, ha. Mən də dedim, yaxşı, rahat olmaram.
Bu dəndə bana dedi ki, mama qardaşımın oğlu hanı, Həsən hanı? Dedim ki, bu da elə yanımdadır. Dedi, bir ver onun da səsini eşitmədim. Mən ölmüş bilmədim bu müharibədən. Elə istəyirdim ki, verəm uşağa ki, bundan danışa. Qayıtdı ki, mama komandir gəldi. Dedi, keçdi. Elə bundan Xaliq keçdi axşam. Saat 3'e 15 dəqiqə işləmişdi. Gördüm papam yoldaşımın telefonuna zəng vurur dayanmadan. Yoldaşım da işdən gəlibdi, yatmışdı. Telefonu getdim öz telefonumdan papamı yığdım. Dedim papa yatıbdı mı bari? Nə sözüm var? Mənə deyim. Papam bildirmədi mənə. Papam çox belə qürurluydu, çox belə məğrurdu. Səsindən də hiss eləmədim. Papam mənə dedi ki, mübarizə deyənə təcili məni yıxsın. Mənə zəng vursun. Dedim, təcili dedi, hə. Girdim, yoldaşıma dedim. Yoldaşım durdu, telefonu götürdü. Qayıtdı, dedi ki, Əziz də mənə zəng vurub. Əziz də mənim əmimin oğludur. O da yoldaşıma zəng vururmuş ki, Elnarə bilsin də. Bu götürdü, Pramoy mənim əmimin oğluna yığdı. Dedi ki, zəng vurmusan. O da buna nəsə dedi. Gördüm ki, yoldaşım dəyişildi də o dəqiqə. Zəng dedim, nə olub mübariz? Dedi, heç nə. Baxdı, mən əl çəkmirəm. Qayıtdı ki, Əziz deyir, Xaliq yaralanıb. Gətirirlər, yoldadır. İnnarəni gətir. Və o zaman dünyam başıma yığıldı. Dedim, Xaliq yaralanıb. İnnarən neynirlər yaralı deyil. Xaliq ölübdür. Bu dedi, yox ki, yox da. Bunlar mənə təsəlli verir ki, yox, ölməyib, Xaliq yaralıdır. Biz bu zovnadan bura Xətai rayonuna gəlində, mən Məylən başından girəndə, Məylən başında burada bir izdiham var idi. Dedim, Xaliq ölübdür ki, bu boyda adam var da burada. Aprelin 4-də anası ilə sonuncu dəfə danışdıqdan sonra Xaliq Facebookda belə bir paylaşım edir. Vətən sağ olsun, narahat olmayın. Bu onun sonuncu paylaşımı olur. Həmin gün şəhidlik zirvəsinə yüksəlir. Məzuniyyətdən gəlməyini planlaşdıran Xaliq artıq əbədi olaraq evinə yollanır. Onu həmişəki kimi təkcə sevdikləri deyil, bütün Azərbaycan qarşılayır. Xaliq! Oy, qabaqdan sənmə. Nərdəsiz? Yaxşısız? Çəsiniz? Şad günlərdə görsək. İnşallah. Hamımız məntəb tutaraq. Hamımız üstə gələk inşallah. Hamımız xoşbəxt olun. Neysə, sağ olun. Ağlama. Canım sevgilim, bağışla beni, senin tek koydum. Ana, ben şehit oldum. Mənim bir sözüm iki eləməyib və bir dəfə də olsun mənim üzümə qayıtmayıb. Mən o, hətta o axırıncı günü gedəndə də mən dedim, sigaret çəyimi o birisidir, danışanda bir kəlmə başını saldı aşağı. Onları bağışlaya bilmirəm özümə. Ki, niyə mən ona erizləndim ki, sigaret çəyimi? Xaliq ayrı bir uşaq idi. Başırdı, mənə deyirdi, bacı, adam səni eşidər də, sən deyinə qoy məni nişanlasın. O, ən böyük arzusuydu ki, nişanlasın. Nəsə istəyirdi də, əskərlikdə ola-ola istəyirdi ki, nişanlansın. Mən də dedim, Xaliq, hələ əskəriyi qurtar, gəl. Obskaya gələndə danışarıq. Xaliq, hələ də 11 aydır, mən 11 ayda onu əskərlikdə gözləyirəm. Mən çünki qəbul eləyə bilmirəm ki, Xaliq yoxdur. Onun yoxluğunu, mən hələ bir dəfə olsun ona Allah rəhmət eləsin deməm, deyə bilmirəm. Dilim gəlmir ki, ona elə söz deyəm. İndi ayda bir dəfə qonaq gedirəm evinə. Gedirəm, deyirəm, bax Xaliq gəlmişəm, bax istəmədiyin o göz yaşlarım
istəmirsən də göz yaşlı görəsən. Bax, yavaşca gəlirəm, qulağa pıçıldayıram. Gedirəm, çünki Xaliqi itirmək çox çətindir mənim üçün, çox. Allah Xaliqə rəhmət etsin. Mənim üçün çətindir bu sözü demək. Çox çətindir. Xaliq bir atasının, anasının balası deyil. O həm də mənim balam sayılırdı. Çünki mən onun müəllimiyəm. Mənim sevimli şagirdlərimdən biri idi. Bəli, bugün mən də onun xiffətini çəkirəm, dərdini çəkirəm, bəli. Allah rəhmət eləsin. Hər yerdə Xaliqin adını həmişə fəxrlə çəkirəm. Soruşanda da kimsə deyirəm ki, mənim üçün o başqa uşaq olub da, yəni ki, onun kimi heç kimi ola bilməz indən sonra. Deyirəm, niyə belə oldu? Niyə mənim yaxınım getdi? Yəni bu suallar mənə hər dəfə beynimə işləyir. Yəni mən itirməli idim bunu. Yoxsa Allahın qədəridir. Ölmək də Allahın əlindədir, qalmaq da. Deyirəm, bəlkə bir gün də oradan qayıda bilər. Sonra deyirəm ki, o uşaq fikirlər. Qayıtma o söhbət yox. Amma şəhiddir. Dövlətimiz üçün, dövlətçiliyimizin qorunması üçün Azərbaycan ərazi bütövlüyü yolunda gedən döyüşlərdə həlak olduğuna görə bir növ mən təsəlli tapıb onunla fəxr edirəm. Vallahi mən nə deyim, düzdür deyirik qəhrəman olsun. Əlbəttə qəhrəman olsun, torpaq üstündəki. Amma baxma, 19 yaşında balam idi. Bütün arzular içində idi. Bütün hər bir şey maddi edim ama. Ben gəlim, özü ayın 15'i gələcəkdi, elə bil ki, Obska gələcəkdi. Yazmışdılar, ayın 15 gələcəkdi, özü 5 üstüme gəldi ayın bir. Maddi edim ama ben gəlim, nişan koy, ben ölmüş nişan da koyamadım ona. Dedim Xaliq, vallahi gel papa deyərəm, koyar. Eşruman istediği kızı var idi. Ne bileyim, ben de bütün analar kimi istəyərdim, balam sağ olsun, büyük gün yanımda olsun. Balam bir gün görmüyor. Cavan bütün arzular yüreğinde gidip de ne diyeyim. Sonunda demək istəyirəm ki, mən istəyirəm müharibə olsun. Günü bugün istəyirəm ki, müharibə olsun. Dövlət başçımız əmr versin, müharibə olsun. Aprel ayındakı kimi 5 günlük yox, sonuna qədər, son damlasına qədər, son anına qədər müharibə təşkil olunsun. Vətənimizin şəhid olmuş evlatları hamısı qoy rahat yatsınlar. Onlar ölməyiblər, onlar Allah dərgahına yüksəliblər. Gələcək, yaxın bir gündə inşallah vətənimizin qalan igid oğulları düşməni yerində oturdacaqlar və torpaqlarımızı azad edəcəklər. Heç Allah bütün şəhidlərə rəhmət eləsin. Mən qardaşım üçün olmadı. Mən yenə də deyirəm, hər yerdə mən Xaliqin adını həqiqətən üstə oxuyuram, fəxrlə deyirəm mən Xaliqin adını. Çünki Xaliq kimi dostum olur. Xaliq getdiyi gün elə Xaliq barədə sözümüzün sonu qutarır da demək olar. Çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim